Herkese selamlar. Hüseyin Nur 9'un yeni bir videosundan da karşınızdayım. Bugün sizlerle birlikte çok xoşbəxt bir xəbərlə karşınızdayım. Bəli. İndi o göstərmək üçün özü də şadlanıram. Çox sevincliyəm. Niyə? İndi görəcəksiniz. İndi oyuna en son yeni bir summer event gəlmişdi. Bu arada gedib kesinlikle bot farm eləməmişəm. Kesinlikle. Bir şey yani ama arazdan elə öz əziyyəti ilə yəni hər cür olmuyor zaten. Oraya kadar almıştım. Qalanı da ki belə çox güclənirəm deyəndən. Məcbur qaldım bot farm oynayım. Sıxıcı oldu çünkü şey olmadı. Bu artıq 2 il elə şey deyə buna baxım da. Bu nədir Allah haqqı? Belə bir oyunda mesaj var. Birinci dəfədir mən bunu görürəm. Ay nə qədər şey eləmişəmsə artıq oyunda belə bir mesaj. Evet, daha şimdi task'a giririk və bəli, belə skin case alırıq. Yeni açılım videosudur. Burada açmayacaq əlbəttə ki, cəmaatın arasında. Rəbət bura girib açacağıq. Kutu, həmin o kutu açılım videosu. Bir de saniye qabağa verin. Atmamı görmək üçün. Ben bir 20 saniye qabağa verin. Ne oluyor lan? Bir kutu açın video söyleyeceğim. 2 dakika derlen videoda. Bu nedir Rabbi? Bu nedir Rabbi? Ve geldi o böyük günah. Uğraştım, alnımın terin töştüm. Ama sonunda başardım. Beleş skin case'i bitirdim biraz. Aldığım. Aldı. Bence bu reward'ın değişmeleri lazım değil. Bunun içinden pis şeyler çıkabilir. Neyse, ne boş danışmayaq. Ve son 3 2 1 Evet hadi. Ben al. Bana drop be. Bu kadar şey var maşallah. Tamam, auto shot oyunda bağlı gidiyor. Tek gözünün önünde bağlayacağım. Her gün videoya girmeden qabaq göstərəcəm. Aim assist, custom, disabled. Auto shot, custom, disabled. Baxın indi. Və indi biz gelip bunu normal matchlərdə yoxlayacağıq. İndi birazdan. Biraz çok sevinmiş olabilirler, hep şey olmaz. Tamam, oyunun qabağından karşınızdayım. İndi bunu necə yoxlayacağım? Freeze Ray Bubble Short ile. Artık benim oyunda diyorsun neçə dəqiqə oldu? Deyəsən 3 dəqiqə olub. Ham 3'ü də ki elə bir özüm almışam əziyyətimlə. Bax bu da qasılıb. Ne yaxşı səs çıxardır. Öz daha vaxt çıxartdım onu. Dayan! Adurandan belə niyə oynayıram? Niyə mən 25 dəfə win streak'im var? Dur, əsəbə əziyyət çəkməyəcəm. Mən bunu yoxlayacağam.
Bilmem o da tutub 100% yap. Ben pil qosular nə bilim, elə bir skin adı vardı, unutmuşam. Ay dönemiyorum. Dur. Yaptık da bu neydi? Freeze-Ray'i nerflemişler yamansız. Tamam yeter. Ya təzələ maksimum 112 zat vurur. Ben o elə bilər. Ay! Bu necə vurur? Ben ne? O necə vurur? Hə, qolumdan. Ben də deyirəm necə vurur? Nə mən çox geri alarım da ben speaker nə edir? Ne yapalım? Tamam, vurduq. İndi bu short-enə düzgün metodda işlətmək lazımdır. Tək amacı odur. Hop. Ya. Ay bu nədir? Vurdum, Kur'an'ıma and olsun. Bak özünüz də gördünüz ki, düğmeye bastım. Ama onunkisi necə oldu sonra bir dənə möcüzəylə bununkisi birinci vurdu. Bu məni həmişə bezdirən bir şeydir. Ya normalda mən birinci vururam, amma həmişə oyun onun birinci vurduğunu sanır. Oyun nə bu? Adamın oğlum. Allah haqqı bu da kefdir. Buna taktika tapdı ya adam 2 saniyə. Dədəsi gələr. Necə vurdu onu? Qardaş bu oyunda Allah'a bir xarablık var ya. Üstümde bak şey diye dibime girip vurur. Bak yola çıktı ya. Oyunun oldu. Fırlattım göz önünde öyle. Göz önünde bastım. Dur bakın da top şey basacak. Gözler. Bilirdi. Aha. Kaçırdı tek şat. Ne yaxşı skindir. Bundan xoşum gəlir. Pearl Rifle da istəyirdim bir tərəfdə. Pearl Rifle. Pearl. Onun əlində olan bir deyə vuram. Dünyanın ən yaxşı ses effekti. Rival ses effektləri məndən sonra. Son anda uzaqlaşdım. Son anda. Tamam hadi gel. Beli gel. Ama elə bilim mənim pulum yox ya. Mən həmişə gəlib tekliyə alışır sevləmişəm. Sən elə bilirsən mən şey deyil ha. Ağla. Lan hadi ben de sana yalandan biliyor. $25.000 streak'e elinde gitti. Ben de buna reklam. Tamam, yine yakıyorum. Bu yeni update'də sizə təzə taktika verəcəm. Bax, Freeze-Ray bundan işlətmiyor. O avazında Chainsaw'dan işlədim. Baxın, göstərəcəm səbəbini. Baxın indi. Bununla mən bu dondururum. Bu da donduruyor. Tamam, bax belə vururam. Da 100 hasar zat verir də. Bir də bununla yoxlayacağım, bir şey olmaz. Dayan da bir. Ben bir akıp gideyim 100'e hasar verir de. 100 kimi. De gördüğünüz kimi tam 106 hasar verdi. Ha indi bak bir de bu. Bak bir yani gösteriş eləmək istəyirəm, olmur Bu alışız veren. Lan kaçana kadar ya öldü da. Öldü.
Ya da necə, əgər permafrostdan zaddan varsa, birinci o short ilə eləyin, sonradan bununla eləyin. Adamın beyni xarab olacaq. Çünki bax bu oyunun ən güclü meylələrindən biridir. 60 hasar verir. Bu videoda bu qədər idi. Sağ olun izlədiyiniz üçün. Bax bunu olduğum üçün o qədər şadam ki belə dəyərli skinlər var idi. Bunda məsələn belə gördüyünüz kimi Neon Light. Bir də A5 vardı, Wagyu A5. Ara bir buradan elə bilən mesaj gəldi, basıram oraya, amma sonra ağlıma gəlsə burada heç kim yoxdur. Yalnızız abi. O bilmem bunda Secret Inspect var mı? Sen bilirsen mi bunda var? Yoktu. Yoktu ki. Yoktu. Get onda buradan. Lan Kati. Bu tanesini insan soruyor. En az bu kadar verir. 2.4. En çok daş altın az headshot 6.2'ymiş onu diyor. Neyse sağ olun izlediğiniz için bu videodan da bu kadar idi. İstəyirsizsə dostlarınıza buradan göndərebilirsiniz. Arozda editləməyi bilən var mı? Screenshot atıp bunu dostlarınıza göndərin. Dur biraz arkada durur. Demin bunun halimde şey var. Neyse bu videodan da bu kadar idi. İzlediğiniz için teşekkür ederim. Ay Allah gözüm xarab oldu diye. Sağ olun, sağlıcaq kalın. Ha bir həftə, ha bir il, ha bir ay, ha bir əsr, ha bir eran. Mən bu skinlər hamısını alacağım.